Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib. Bu, ölkəmizdə korrupsiyaya qarşı mütəmadi mübarizə tədbirlərinin həyata keçirildiyini göstərir. Prezident İlham Əliyevin çıxışlarındakı amillər göstərir ki, bu həssas məsələdir və Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sözdə yox, əməldə aparılır. Ümumilikdə korrupsiya ilə mübarizədə iki əsas yanaşma üsulundan istifadə olunur. İlki cəza və hüquq mühafizə tədbirləri, digəri isə korrupsiyanı doğuran şəraitin aradan qaldırılmasıdır. Qeyd edək ki, son illərdə ölkəmizdə korrupsiya ilə mübarizədə sistemli və çoxşaxəli yanaşma tətbiq olunur. Burada biz ilk növbədə qeyd etməliyik ki, Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində ilk öncə hüquqi baza formalaşıb və gücləndirilib. Korrupsiya qarşı mübarizə haqqında qanun, korrupsiya qarşı mübarizə üzrə komissiya, bu sahədə digər normativ aktlar vasitəsilə daha çox şəffaflığa yönəlik, yəni hesabatlığa yönəlik bax bu cür qanunvericilik normaları hazırlanıb, hüquqi baza formalaşıb. Eyni zamanda dövlət qulluqçuları ilə münasibətdə isə onların etik davranış qaydaları müəyyən olunub. Etik davranış qaydaları haqqında qanun formalaşıb. Digər bir sahə isə institusional sahədir. Yəni burada Baş Prokurorluq yanında Korrupsiya qarşı mübarizə idarəsinin fəaliyyəti güclənib. Eyni zamanda elektron hökumət sisteminin qurulması, rəqəmsallaşma, yəni burada preventiv tədbirlər formalaşıb, asan xidmət modelinin tətbiq olunması, vətəndaşların dövlət xidmətləri ilə təmasların azalması prinsipi, dövlət satın almalarında, büdcə xərclərində, lisenziyalaşma məsələlərində şəffaflıq artıb. Məlumat üçün bildirək ki, korrupsiya ilə mübarizə sahəsində cinayət və inzibati məsuliyyət daha da sərtləşib. Hüquq pozmalarına görə cəzalar artıb, vəzifəli şəxslər üçün toxunulmazlıq aradan qaldırılıb. Artıq korrupsiya faktları gizli saxlanılmır. Və bundan əvvəl də bir çox belə deyək ki, əməliyyatların biz şahidi olduğu, eyni zamanda digər önləyici tədbirlərin, struktur dəyişikliklərinin şahidi olduq ki, bunlar hamısı hesabatlıq şəffaflığının artırılması və korrupsiya qarşı mübarizənin gücləndirməsi ilə bağlı mühüm alətlərdir. Və qeyd etməliyəm ki, artıq sistemə daxil olan bütün məlumatlar əsasında əməliyyatlar aparılır və məsuliyyət konkret vəzifəli şəxslərə qədər uzanır. Yəni, toxunulmazlıq prinsipindən artıq çoxdan imtina edilib. Bu, həm də cəmiyyət üçün çox vacib siqnaldır. Qanun işləyir, toxunulmazlıq anlayışı aradan qalxır. Eyni zamanda bu əməliyyatlar bir daha sübut etdi ki, dövlət yalnız nəticə ilə mübarizə aparmır, həm də sistem daxilində riskləri aşkar etməyə çalışır. Xatırladaq ki, bu il aprelin 23-də Baş Prokuror Kamran Əliyevin rəhbərliyi ilə geniş kollegiya iclası keçirilib. İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq mühafizə orqanları rəhbərlərinin 3-cü yüksək səviyyəli görüşünün təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr, eləcə də təcrübə mübadiləsinin genişləndirilməsi, institusional əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət istiqamətləri müzakirə olunub.